Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Mən sizi Masazır qəsəbəsində 6 nömrəli məktəbin tam yaxınlığında gözəl bir həyət evi ilə tanış edirəm. Həyətimiz 3 otaqdan ibarətdir. 6 daş kürsü üzərində tikilib, hər bir tərəfi qoşa kubikdir və yaşayışa tam yararlıdır. Kupçası var. Həm torpağın, həm evin aldın birbaşa qeydiyyata düşürsən. Hörmətli izləyicilərimiz, kombi seti yığmaq üçün xəttlər çəkilib, qazı, suyu, işığı var, geniş həyəti var, yaşayış evlərinin yaxınlığında yerləşir, məktəbə, marşruta qeyd etdiyim kimi yaxındır, su xətti çəkilib, ağac gülü əkmək üçün yer saxlanılıb, son tamamlanma işləri həyətdə yığışdırılması qalıb. İndi isə keçib sizi evin içi ilə tanış edim. Daxil olur evimizin içinə. Otaqlar dəhliz vasitəsilə bölünür. Solda yerləşir evin geniş bir mətbəxi. Baxın, hörmətli izləyicilərimiz. Desəm bu 4 otaqlıdır, yanılmaram. Yəni ki, burada da əlavə yeri var. Stol qoyub çay çörək yemək olur. Rahatdır. Standartlara uyğun tikilib, keyfiyyətlə tikilib. Materiallar, əla materiallardan istifadə olunub. Burada yerləşir geniş bir qonaq otağı. Pəncərələr şəbəkə pəncərədir. Kombi xətləri çəkilib. Burada yerləşir yataq otağı. Pol laminatdır, tavan alçıvandır. Qapılar keyfiyyətli qapılar qoyulub, hörmətli izləyicilərimiz. Ağ fondan istifadə olunub. Aboylar evə uyğun vurulub. Burada yerləşir sanitar qovşağı. Aksesuarlar alıcı ilə satıcı arasında razılaşmadan sonra qoyula bilər. Ancaq ki, belə ev yiyəsi qoymaq iqtidarında deyil, qoymur. Yəni, deyir ki, qiymətə razılaşsam əgər, onu qoyar. Yəni, bu qədər. Bizi izlədiyiniz üçün sizlərə təşəkkür edirik. Kanalımıza abunə olun. Yeni videolarımızı izləmək üçün. Bizdən bu qədər. İnşallah görüşərik.